Qarışdıq artıq. Neçə gün artıq eyni sıraya düzül, gəl, götür, get. Eyni yeməklər, falan, eyni şeylər. Ha? Gedək, biraz səni yaxşı bir yerə aparım. Hələ xoşun gələcək. Dayday kafesinə. İndi buranın da öz Dayday kafesi var da. Nigar, buraya səni gətirmişəm. Kaşari yeməyə. Kaşari əslində nədir? Bunların milli yeməyi hesab olunur da. Ən kasıbından tutmuş, ən varlısına qədər bu yeməyi yeyə bilir. Bax, mən səni gətirmişəm ki, kaşariyə qonaq edeyim. Kaşari əslində Osmanlılar kaşarini bura gətiriblər. Bilirsən də çox yeməklər əslində ordu ilə bağlıdır. Yekə qazanlara tökürdülər, düyü, noxud və üstünə də yağ tökürdülər, qarışdırırdılar və verirdilər əskərlərə. Çox tez, sadə və tutumlu. İndi sonradan onların üstünə biraz İtalyanlar başqa ədviyyatlar əlavə elədilər və s. İspanlar da belə. Amma indi bu yemək Misirlilərin milli yeməyi hesab olunur. İndi siz deyirsiniz burada oturuq yeyək, hə? Mən də istəyirəm ki, səni gözəl kaşari yeməyinə qonaq edeyim səni, görək necə dadır. Tabii, gəl. Nigar, gəl. Nigar, gəl, bax, göstərim sənə necə burada kaşari hazırlanır, bax. Bura bax, bunu İtalyanlar əlavə ediblər. Gördün mü? Bax, bu İtalyanlar, bəli. Amma Türklər bunu gətirəndə, bax, elə sadəcə bu idi, düyü idi, vərməş idi. Bu da mərcidir. Çox sadə və çox tutumlu. Əla, çox gözəl. Təşəkkür. Thank you. Bu xüsusi olaraq kaşari mənim əslində mən Misirdə bir neçə dəfə olmuşam və bu kaşari mənə görə ən belə dadlı yemək hesab olunur. Burada yəni mükəmməl yeməkdir. Çox sadə və eyni zamanda da çox tutumlu. Özdə çəkilər də siz yaşamaz deyil, çəkilər də. Çox dadlıdır, çox dadlıdır. Ay. Nədir? Nigar, bura gəl. Wow, hə, bunu. Bu bunun sosudur, hə? Bəli. Spice. Həm spice. Good. For İndi uşağa da verəcəksiniz bunu, hə, Şəbaz bəy? Okay. lemon. Tamam. Necədir? Very good. Very good. Super, thank you. Very good, super. Biləndə ki, bu Osmanlılarla gəlib bura, onu hətta çox sevirdim və daha doğrusu ona qədər sevmişdim, amma mənə çox xoş oldu. Kaşari və sonra taksi sürücüsü ilə gedəndə gördüm ki, taksi sürücüsü bunu çörəyin arasına qoyub, lavaşın arasına və hələ sadəcə maşını sürə-sürə bu kaşarini yeyir. Amma burada çörək desəm bunlar deyilər. Başa düşdüm ki, bu yemək hər kəs üçün, hər yerdə yeyiləsi mümkündür və çox tutumlu yeməkdir. Üçünüzü də çəkin, qoy elə bilsinlər ki, siz Anthony Bourdain kimi böyük bir aşbazsınız da, bir də. İndi öz aramızdır. Nigar. Sən bu yemək xoşbəxtlik verir də. Amma bu dadı harda ala bilərsən, bu ləzzəti? Axı burada doğrudan da çox böyük ləzzət var, çox böyük dadı var. Dadlıdır? Çox dadlı. Ha, sən bir yoxla. Elə sevindiniz də, elə bir ki, indicə Yoxla zəhmət. all inclusive oteldən Bunu yoxla. çıxmamışsınız. Yoxla bunu. Doğrudan çox dadlıdır.
Ağladım. Good. Şapra. Ha, okay.